Deyirlər bir gün bir çoban alimlə qarşılaşdı. Alim çobana dedi ki, niyə görə elm öyrənmirsən? Axı elm barəsində peyğəmbərlərin, məsumların hədisləri mövcuddur. Çoban cavabında söylədi, mən 5 xüsusiyyətə əməl elədim və bununla da mənə kifayət edər. Və başlayır onları izah etməyə. Birincisi bundan ibarətdir ki, yalan danışmamaq. Bəzi hallarda biz deyirik ki, yəni yalan danışmamaq üçün Quran oxumaq lazımdır. Yalan danışmamaq üçün ibadət etmək lazımdır və yaxud da ziyarətə getmək lazımdır. Birinci əməlim bu oldu ki, mən yalan danışmadım. İkincisi bundan ibarətdir ki, başqalarının eybini görməmək. Yəni başqalarında mən eyib axtarmadım. Üçüncü bundan ibarətdir ki, çoban bunları qeyd edir, Allahın qadağan etdiyi əməllərdən çəkindim. Dördüncü bundan ibarətdir ki, bildim ki, Allah mənə ruzu verəcək və başqa yerdə ruzu axtarmadım. Ən nəhayət, beşinci bundan ibarətdir ki, mən şeytana aldanmadım. Bu 5 xüsusiyyəti həyatımda tətbiq elədim, öyrəndim və mənim həyatımda müsbət hadisələr baş verdi.